burada yada salaq. 30 ildir, 30 ildir xanı ilan kimi o torpaqlarda sürünüb. Onun qabrı orada döldü. Onun qabrı gərək Bakı xiyabanında olaydı. Xanı elə belə xanı döldü. Xanı Azərbaycanın fəxri idi. Xanı gedib Daldada xanı basırılmağı Azərbaycana bir təhqir kimi. Mən şəxsən bir şəhid anası kimi onu Azərbaycana bir təhqir kimi sayıram. Ona görə ki, xanı 1 ilin, 2 ilin, 3 ilin xanısı döldü. Xanı maşında oturub komandiri eləmirdi. Xanı ilan kimi sürünürdü. Xanıya Allah rəhmət eləsin. Xanının qarşısında mən baş əyərəm. Xanıya Allah rəhmət eləsin. Onu mən də bədbaxın üstündə dedim. Dedim, hamı xanını yad eləməlidir. Nə tər bunlar, xanı da bizim üçün heylədir. Allah rəhmət eləsin. Allah o gəzə-gəzə o. Gəzə-gəzə. Şəhidliyi almışdı. O gəzə-gəzə geroyluğu almışdı. Diri şəhid idi o. Onun bədəni hamısı gəzib deyil. İlan kimi Diri şəhid idi o. Xanı cavanlıq eləmədi ha. Bizim kənd alınanda xanı cavanlıq eləmədi. Xanı düşdü. O qara kəndin, o meşələrdə xanı zülüm çəkdi. Onu nə bilim görən görür xanın nəvzədə. Amma xanı o dalda da basırılmalıdır. Xanı hər il burada olur. Xanı Bir illər burada olmadı. Allah mən bəyə o qədər xanının yeri o ağlamışam. dalda deyil. Mənim bizim cavanlıq xanı Azərbaycanın Fəxri idi, fəxri idi. Mehdi Hüseyni idi. Qaçaq nəbisi idi. Xanı dalda olmalıdır.